Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bu gün istərdim sizə hündüşka saxlamaq sərfəlidir, yoxsa lal ördək saxlamaq sərfəlidir. O haqqda danışıb məlumat vermək istərdim. Və əziz izləyicilər, video keçməmişdən öncə bir mövzuya toxunmaq istərdim. Bir çox abunəçilər bu haqqda yazırlar ki, bir çox deyəndə yəni bir 3-4-ü yazırlar ki, ay çox danışsan, ürəyimiz belə deyək üzülür, falan beşməkan. Birinci əziz izləyicilər, mən burada şəxsi həyatdan danışmıram. O bəzi kanallar kimi, ay ördəyim kəsdim, ay ördək aldım, ay qaz gəldi, ay hündüşka getdi, ay nə bilim nə oldu. Şəxsi həyatdan danışmıram. Mən burada məlumatlar verirəm. Yəni ev quşlarının xəstəliyi haqqında. Mən əvvəllər 3 dəqiqə video çəkirdim. Bir çoxu məsələn orada deyirdim ki, filan xəstəlik olanda bu dərmanı vermək lazımdır. Filan xəstəlik olanda o dərmanı ayağı tutulanda nə bilim nə etmək lazımdır. Qurd dərmanı olanda nə vermək lazımdır. Yenə də yazırdılar ki, nə etmək lazımdır. Çünki mən məlumat verdim. İndi burada isə düzdür, mən elə çox da uzatmıram. 7-8 dəqiqədir mənim ən çox videolarım. Mən məlumat verirəm ki, yəni bir sözü bəli 2-3 dəfə deyirəm ki, bəzi insanlar bir də görsən yığırlar, eləyirlər. Yəni onlar üçün ki, yəni bir də təkrar sual verməsinlər. Yəni bu haqqda deyirəm. Vallahi o boş-boş danışanlara 17-18 dəqiqə, 20 dəqiqə danışanlara gedib elə baxsız ki, səs də çox yığır, like da çox qoyursunuz hamınız. Ancaq burada məlumat verirəm, yenə də narazı qalsınız bəziləriniz. Onların məqsədi bir çoxunu görürsünüz 70-80% kanallarını bağlayır. Ümumiyyətlə nəinki 70-80% deyərdim ki, 90% kanallarını bağlayır. Çünki onlar pul məqsədi ilə bura girirlər. Özdə çox video çəkirlər ki, 17, 18, 20 dəqiqə ki, çox videoda çox reklam gəlir deyə çox qazansınlar. Ancaq vallah mən bura pula üçün elə girmirəm. Yəni düzdür, demirəm götürmürəm. İlə 300 dollar, 400 dollar olaya olmaya, onun da hamısı qalmır, vergisi var bunun, sosialı var. Məsəl üçün 500 manat götürdüm, onun 20% vergiyə gedir, 100 neçə manadı sosiala, 16 mı, 17 mi tibbi sığortaya. Valla o 500 manatdan 280, 250 zat qalmaya. O da bir ilə. Aya fırlayanda 25 manat düşmür. Hə, yəni sözü nəyə gətirmək istəyirəm? Vallah mən burada yəni məqsədim o deyil ki, pul qazanım, ay şey. Sadəcə köhnə videolarımı, toyuqlarımı misal üçün qoyum ki, yəni onlar sonra kəsəndə, eləyəndə, yəni burada o videolar itməsin. Məsələn 3 il, 5 il sonra köhnə videolara baxanda xatırlayım ki, belə toyuğum olub, elə toyuğum olub. Yəni məqsədim odur. Bəzilərinin isə yəni puldur. Ona görə də elə sərf eləmir deyə bu gün də çoxu çəkmir, çoxu qoymur, çoxu pul götürə bilmir deyə şeydir. Yəni onların məqsədi odur. Və orada da ki 10, 17, 20, 30 dəqiqə uzadırlar, onlara baxsız heç nə demisiz. Ancaq ki, mən burada məlumat verim, bir sözü 2 dəfə, 3 dəfə deyirəm ki, yaxşı yadınızda qalsın, müəyyən şeylər yazsınız ki, ay ürəyimiz üzüldü, ay nə bilim, nə. Valla kimin ürəyi üzülür, baxmasın. Nəysə, bax, 3 dəqiqədən çox danışdım. Sadəcə buna açıqlama gətirmək istərdim. Hə, əzizlərim, indi keçək mövzumuza. Hündüşka saxlamaq sərf eləyir, yoxsa lal ördək? Keçən videomda toyuqla lal ördəyi məlumat vermişdim. Bir abunətim yazmışdı ki, bizdə ördək 1 manatdır, nə bilim, böyüyəndə onu gərək saxlayasan, qışda böyüsün, qışda satacaqsan lal ördəyi bizə qışda alırlar. Xeyr, mən lal ördəkdən, səsli ördəkdən söhbət getməmişdi. Lal ördək bəli, qışqıran ördək bəli 1 manatdır, lal ördək isə 4 manata, 5 manata gedir. Hələ o tütləri 7, 8, 10 manata gedir. Yeni çıxan kimi, çıxandan 2-3 gün sonra mən aparıb satıram və yəni hər yerdə də lal ördəyi 3 manata, 4 manata, 3 manata heç yox, 4 manatdan yuxarıdır. Alırlar. Onu heç saxlayıb yekətməyə ehtiyac yoxdur. Düzdür, sizin əgər qəşəng otluğunuz varsa, göl varsa, saxlayıb yəni yemə az pul verərək saxlayıb onu baha da sata bilərsiniz. İndi mən danışacağam o haqqda. Keçən əziz izləyicilər hündüşkaya. Hündüşka sərf eləyirmi? Təbii ki, siz əgər yerli hündüşka saxlasanız, yəni 15, 17, 19 yumurta verib kürt yatan hündüşka saxlasanız,
Bu şey eləməyəcək, sizə sərf etməyəcəkdir. Çünki bu belə deyək də ildə o qədər 17-18 yumurta verib kürt yatacaqdır və ondan aldığınız balalar lap aparıb bazarda satsaz yeni çıxan hündüşka balası 6-7 manatdır. Orada da neçə dənə bir hündüşkadan məsəl üçün 15 dənə bala götürdünüzsə satsaz 70-80 manat pul eləyəcək. Lap 10 dənə saxlayın. Bundan isə hardasa 700 zat götürəcək. Ancaq siz il boyu belə deyim də buna nə qədər yem zat verəcəksiniz o hündüşkalarla. Ancaq özü də onun da xəstələnməyə zava hündüşka da biləsiniz. Ancaq hündüşkanın belə deyək də o yəni yerli hündüşka o dərəcədə xeyir eləməyəcəkdir sizə. Ancaq hündüşkanın o Kanada sortu var, Amerikan bronza var, o qara rəhlər. Onlar təbii ki, sizə belə yox, belə xeyir edir. Çünki onlar 80-100 dənə yumurta verirlər. Amma təbii ki, sizin inkubatorda olmalıdır. Siz bunları, belə deyim də, inkubatora qoyursunuz və çıxanda onun balası 10-12 manat olur. Lap belə 8 manatdan götürək də aşağıdan ki, hamı alsın. Bunun 10 dənə siz saxlasanız, çox demirəm. 10 dənə o hündüşkadan saxlasaz, bunlar 10 dənəsi 1000-ə yaxın belə deyim yumurta verirlər. Bu biz də aşağı ilə götürək də, yəni şey deyək, 700 dənə yumurta. Və bundan da bir 200-ü çıxmasın, 500-ü çıxır da. Bu 500-ü də siz vuranda 8 manatdan, yəni ucuz deyirəm. Çünki o bronzadır, Kanadanın balası baha olur. 8-10 manata olur. Yəni biraz da baxanda da təbii ki, yeni çıxmışı yox, biraz mayalısan, eləyirsən, 8-10 manata olur. Lap götürək belə deyək də, yeni çıxmış nə əziyyət çəkdi. Bu gün çıxıbdı, sabah bir suyun aparsız bazara 6 manatdan götürək, 5 manatdan götürək. 500 dənə də baladır. Bunun 100 dənəsi eləyəcəkdir deməli əziz izləyicilər 2500. Yəni 5 manatdan 500 dənəsini vuranda elə mən 5 manatdan ucuz deyirəm. 5 manata Kanada bronza hündüşkasını heç kim satmır. Mən elə ucuz deyirəm. Yəni altdan satsaz 3000 eləyəcəkdir. Bunun da əziz izləyicilər yeni çıxandan söhbət gedir. Bunun da əziz izləyicilər 10 dənə hündüşka, bir dənə, 2 dənə də erkək saxlasaz, yəni il boyu elə çox yeməyəcək. Lap getsin tutalım ki, belə deyək də 1000 manat yeminə. Mən 1000 manat heç gedəsi deyil. Mən prosto burada hər şeyi çox götürürəm. Yəni 1000 manat, yəni onun dərmanı var, şey var. O hamısını götürürəm. 12 hündüşkan, 2 erkək, 12. Və sizə burada artıq belə deyim də 2500, 3000 olsa sizə artıq burada 2000 pul qalır. Yəni bir ilə. Aya da böləndə 150 manat zat belə düşür. Ancaq mən hələ aşağı şeylə deyirəm də, yəni 5-6 manatdan balanı satsaz şey olur. Ondan sonra onları yemini, dərmanı zadı çox götürərək. Yəni burada xeyir qalır. Ancaq əziz izləyicilər, siz əgər 20 dənə saxlasaz, ondan 2 qat, yəni 5000 zat belə götürəcəksiniz. Ayınıza 400 manat zat düşəcəkdir. Bu hündüşkada sizin otluq yeriniz varsa, sizə daha sərfəli olacaq. Çünki səhər buraxacaqsınız, hündüşkada otlu sevir, nə bilim, dağda, bağda o çərtkə-mərtkə yeyəcəkdir, daha da çox olacaqdır da. Yəni yem daha doğrusu az verəcəksiniz. Hətta əziz izləyicilər bir şey də qeyd edeyim ki, deməli, siz əgər o birinci partiyanı, yəni o soyuğa düşməyənləri, belə deyək də, fevralda, martda çıxanları, sizin əgər isti yeriniz varsa, yəni bir böyük damınız varsa və bu, misal üçün, inkubatora 20 dənə saxlayırsınızsa, bunlar gündə, belə deyim də, bir dənə gündə bunlardan 15-20 yumurta götürəcəksiniz. İndi
bunların gün aşı yumurtlamağı zad da var da. Yəni yumurtanın saxlama müddəti 15 gündür də, 14 gündür, 2 həftədir. 10 günə, 15 günə də belə deyək də 10-12 günə yığılacaqdır. Misal üçün bir 200 dənə yumurta, 200-dən də çox və siz inkubatora qoyursunuz və bu 200 dənə hündüşkanı da özünüz üçün birinci partiyanı saxlaya bilərsiniz. Sonra ikinci səfər 25 gündən sonra bir də 200 dənə çıxsa, yəni və yaxud 25 gündən sonra yox, inkubatorunuz əgər sizin belə deyək də 1000 dənəlikdirsə, təbii ki, sizə inkubator lazımdır əgər bu biznesə belə deyim də, bu biznesdən pul götürmək istəyirsinizsə. 200 dənəni qoydunuz, deməli 14 günə, 12 günə yığdığınız 200 dənə yumurtanı qoydunuz. 10-12 günə də təzədən bir də 200 dənə qoyursunuz da yığıb. Və əziz izləyicilər, deməli, o birisi çıxacaqdır, ondan da 10-12 gün sonra o biri çıxır da, yəni o biri barda. Bu 400 dənə balanı siz götürüb, misal üçün, bax mən dedim 10 dənə baladan 500 dənə götürmək olsa, 1000 də şeydən, onun adı nə idi? 20 dənə də 1000 dənə bala götürmək olar. Siz də, deməli, əziz izləyicilər, 400 dənə çıxdısa, siz də bunu özünüz üçün saxlaya bilərsiniz. Sonra isə o 600 dənə yavaş-yavaş çıxdıqca onu aparıb 5 manatdan, 6 manatdan sata bilərsiniz. Ondan da pul qazanacaqsınız. Bundan da, yəni isti yeriniz varsa, belə deyək də, bunları siz əgər belə saxlaya bilərsinizsə, yəni yekəltmə barədə 1 ay, 2 ay, misal üçün marta, apreli baxıb, sonra düzdür, biraz mayda şey olur da, soyuq olur da, yəni yağışda. Biraz da martı, mayı daha doğrusu baxıb isti yerdə, düzdür, böyüyəndən sonra 2 aydan sonra elə onlara isti elə şey eləmir də, yəni soyuq elə şey, amma bir yerlərini biraz hardasa 20 dərəcədən aşağı düşməməlidir. Elə saxlayıb, maydan sonra da sizin otluq yeriniz varsa, onlar böyük hündüşka olurlar. Bunlar özdə Kanadadır, bronzadır, tez yekəlir. Belə deyim, otluq yerdə bunları buraxacaqsınız, səhər buraxıb axşam salacaqsınız. Həm ot yeyəcəklər, şey olacaqdır, belə deyim, ətləri tamlı olacaqdır, sarı olacaqdır. Həm də belə deyim, yemin qarşısını alacaqdır. Və siz bu 400 dənə hündüşkadan, biraz çox da ola bilər, bu 400 dənə hündüşkadan siz düz indi ölməyi var, qalmağı var, bunun dərmanı var. Siz bunları aparıb harsa avqustdan sonra sentyabrda satsan 6 aylıq olacaq və yaxud 5 aylıqda indi sizin martda çıxandı, apreldə çıxandı, baxır. Bu 5-6 aylıqları da bunlar yeri hündüşkadan çox baha gedir. Həm əti çox yaxşı olur, həm də onlardan baha gedir. Yəni yeri hündüşkan misal üçün fərəsini 30-35 manata, maksimum 40 manata almaq olar. İndi rayonlarımızda ola bilsin ki, dəyişir. Ancaq bu Kanada bronza hündüşkalarını daha baha almaq olur da. Yəni həm ət verimi, misal üçün erkəkləri o Kanadadır, bronzadır, onlar 15-20 kiloya kimi, hətta ondan da çox verənləri var, baxmaqdan asılıdır. Düzdür, siz əgər onları elə otluğa buraxırsa, onlar o çəkini elə yığmayacaqdır. Nəyə görə yığmayacaqdır? Çünki ot yeyəcəkdir də, sağlam olacaqdır, ətləri tamlı olacaqdır. Ancaq elə yığmayacaq. Yox, siz istəyirsinizsə həm də yaxşı çək yığsın, onlara axşam üstüdə qarğadalı, ondan sonra o kökəltmə yemləri olur, onlardan verə bilərsiniz. Yox, əgər elə belə istəyirsə, yəni belədə də az çəki verməyəcəkdir. Bu 5-6 aya hardasa erkəkləri 10 kilo zat belə da, yəni otluqda böyütsəz, axşam qabağına eləcə buğda biraz töksəz, yesinlər. Elə eləsəz bir 10 kiloya kimi verəcəkdir. İndi baxır da, indi sizin axşam onlara yem verməyinizin də ola bilsin ki, kəpəklə, nə bilim, buğdanız adı qatdınız, arpanız adı qatdınız, arpa da kökəldir də, yəni eləcə sırf arpa verdiniz, çox verdiniz. İndi sizin baxmağınızdan asılıdır. Dişiləri isə rahat 5-6 kilo verəcəkdir. Yəni sözü nəyə gətirirəm? Bu gün də hündüşka əti qoyun, quzu, mal ətindən birdir da qiyməti. Biz də baha götürməyək. Hardasa 10-12 manatdan götürək. 10-12 manatdan yox, bir 12 manatdan, 13 manatdan belə götürək.
10 kilo erkək erkək 130 manat. Siz bunu düzdür. Belə deyək də, deyəcəksiniz ki, satmaq olmur elə. Ancaq bu sortdur. Başı çıxanlar alacaqdır. Ancaq bunu da təbii ki, klientini tapasınız. Yox, bəziləri o hündüşka əti istəyirlərsə almaq, onu ət kimi də verə bilərsiniz. Yəni kəsif 10 kilodursa, yarı bölüb 5 kilonu, məsəl üçün 60 manata da vermək olar. İndi onu da təbii ki, razılaşar da. Məsələn, 2 adam birləşib 20 manat verib, sonra da tən yarıdan bölüb, yarısını biri götür, yarısını biri. İndi o baxır, deyəcəksiniz ki, o boyda hündüşkanı kimə bir belə para sataq. Yəni sadəcə deməyim odur ki, yəni ət kimi elə də verə bilərsiniz. Bir çox belə deyim, Bakıda restoranlar var, digər rayonlarımızda restoranlar var, hansı ki, hündüşka kababı verirlər tamlı olsun deyə. Yəni onlarla danışıb, belə deyim də, satıb, yəni təmizləyib, kəsib onlara vermək olar. Kilosunu lap ucuz da. Yəni bu sizə belə deyim, xeyir eləyəcəkdir. Hardasa 10-12 manatdan versəz. Yəni dişləri də bir 5 kilo, 6 kilo ət versə, bu hardasa 60-70 manat eləyəcəkdir. Yəni danışıb pülsələ iç salatı var, o iç salatını da çoxlar restoranlar götürür, orada belə deyim də, onun xüsusi hazırlamaları var. Yəni sözü nəyə gətirmək istəyirəm? Yəni bu Kanada hündüşkalarını şey eləsəz, Kanadadır, bronzadır, Amerikan bronza, bunlara ciddi yanaşsaz pul qazanmaq olar. Yəni otlaq yeriniz varsa, plus onları böyüdüb sata biləcəksinizsə, yəni həm kəsli halda, yəni kəsif ətlə, həm də ki şeydir də, yəni necə deyim, balaca vaxtda sata biləcəksiniz. Düzdür, siz indi misal üçün indi sosial şəbəkələr dövrüdür. Siz Instagramda, ondan sonra belə deyək, nə bilim YouTube-da, TikTok-da kanallar açıb, orada reklam da eləyə bilərsiniz. Hündüşka işinə baxırıq. Diridə satılır, balasta satılır. Ondan sonra böyüdürük, böyüyü də satılır. Həmçinin kim istəyir ət. Yəni sizdən biraz bu biznesi inkişaf elətdirmək üçün yəni bunu belə deyək də ciddi yanaşıb inkubatorda zətdə balalar satırıq. Bala almaq istəyən bala alacaqdır. Böyük almaq istəyən artırmağı üçün böyük alacaqdır. Ondan sonra ət üçün alan, misal üçün deyəcək ki, kəsdirin, təmizləyin, filan rayonlara yollayın. Yəni var da belə insanlar ki, hündüşka yemək istəyir, deyir kəssin, təmizləyin, yolun yol pulunu zadda verirlər. Yəni belə bu biznesə, yəni ailə kimi qurur, şey eləyib, yəni ailə biznesi edib və ailədə də tək bir insan yox da, bu biznesi qurub və ailə ilə kömək eləməkdir. Yəni yoldaş, məsəl üçün təmizləmək lazım onda yoldaş kömək eləməlidir. Düzdür, indi təmizləyən aparatlar var. Yəni elə təmizlədib aparatda, yəni bir adamın işi deyil də. Buna ciddi yanaşsa, yəni 3-4 nəfər bu biznesə yanaşmalıdır da, ailə üzvləri. Və sözü nəyə gətirirəm? Sözü ona gətirirəm ki, yəni bu hündüşkadan o yeridən yox, ancaq bu Kanada bronzdan xeyli pul götürmək olar. Yəni həddindən artıq. Yəni balası bunun gedəcəkdir. Yəni o 20 dənə toyuq saxladığınıza, elə 20 dənə belə hündüşka saxlasanız yumurtaya bir 4-5 dənə də erkəyini, ondan çox pul götürəcəksiniz. Yəni o 20 dənə toyuğun ki, heç bundan öncəki videomda var idi də, neçə qazanmaq olar 300-400 manat. Ancaq bu hündüşkadan daha da çox qazanmaq olar. Yəni bunları böyüdüb satmaqda, balaca vaxt elə satmaqda 5-6 dənəni də belə satmaq 5000, 6000 pul olacaq. Bunun da yəni böyük analarına yem verirsiniz də, balalar çıxdı, onu aparıb satsınız. Yəni ona elə yem getmir. Bu 25 dənə də hündüşka yesin bir ilə 1000 manat. 4000 siz ondan pul götürəcəksiniz də, yəni balaca vaxtda. Ancaq bunları böyüdüb satanda ondan daha da çox pul götürə bilərsiniz. Yəni 20 dənə hündüşkadan belə deyim,
o böyüdüb satsaz da hardasa yemli zadı çıxartsaz, təbii ki, otluq yeriniz olanda sizə 50-50-yə gələcəkdir. Yəni bir dəfə yem verəcəksiniz, hardasa bir baxır da indi onun çəki veriminə zada 6000, 7000, 8000, bəlkə də 10.000 də çıxartmaq olar. İndi onu bir-bir hesablamaq lazımdır da. Yəni onu çəki verimi var, yəni onun erkəyi nə qədər verəcək, dişisi nə qədər verəcəkdir. O haqda yəni hesablayıb demək lazımdır. Yəni onu dəqiq demək olmaz, çünki sizin baxmağınızdan asılıdır. Və sözü nəyə gətirim? Yəni hündüşkaya ciddi yanaşsan, mən hələ 20 dənə hündüşka deyirəm. Siz onu 50 dənə saxlasaz, ondan aldığınız balalar, yəni birindən 10 dənəsindən 1000 dənə, 50 dənəsindən isə 5000 dənə bala almaq olar. Düz indi laxa getməyi var, az yumurta verməyi var. Məsəl üçün 4000 götürək də 50 dənə 4000 də yumurta verəcəkdir. Bunu da ki siz hündüşkanı buraxdım otluğa, qabağına da dən tökdüm. Yox, o xüsusi hündüşkanı yumurtadan yemlər var. Çox vermək, almaq istəyirsinizsə yumurta, siz gərək o yemdən, arpana, buğdana, qarğadaldan biraz belə qatasız onu, yəni ən azından 25% hərəsindən tərkibində o da olsun, o da vitamindir. Yəni həm qarğadaldan, buğdadan, arpadan, yəni qarğadaldan vitamin aldı, buğdadan belə deyək də vitaminlər aldı. Protein, buğdadan protein alıb, yadımdan çıxdı onu demək. Protein zat oldu. Ondan sonra digər o o granula yemi var da, içində vitaminlər, ondan vitamin alacaqdır. Sularına təbii ki, birəcə vitamin qatıb verə bilərsiniz. Otluğa buraxdınız, elə də ehtiyac yoxdur. Yəni otluqda özləri otlayacaqdır, vitamini ilə oradan da götürəcəkdir. Cücü, belə deyək, çərtkə zat yeyəcəkdir, vitamin oradan da dağılacaq. Ancaq belə yemlər də versəz 25%, yəni hərəsində 25% buğda, 25% qarğadalı, 25% arpa, 25% o granula yemindən, o toyuğu, hündüşkanı, xüsusi yumurtlayan yemdən versəz, daha da çox yumurtlayacaqdır. Yəni bax belə baxsaz hündüşkadan kifayət qədər pul götürmək olar. Yəni o Kanada bronza hündüşkasından söhbət gedir. Yerli hündüşkadan isə əzizləyəcək, təbii ki, o pulu götürmək olmayacaq. Lap 20 dənə belə saxlasaz. Onlar 15 dənə zat bala verirlər. O da 10 dənə 150 dənə eləyə ya eləməyə. Bunu da təbii ki, siz gərək yekəldəsiz, balaca vaxtı satsaz da elə xeyr eləməyəcək. Çünki yəni o da düzdür, toyuqdan xeyr eləyəcəkdir, ancaq o dərəcədə yəni bu bronza, Kanada hündüşkaları kimi əzizləyicilər sizə o dərəcədə də sərf etməyəcəkdir. Yəni hündüşka biznesi də bax belədir. İndi əzizləyicilər keçəyin lal ördəklərə. Lal ördəkdən nə qədər pul götürmək olur? Deməli, əziz izləyicilər, lal ördəklər haqda məlumat vermişdim bundan öncəki videomda. Düzdür, bəzi abunəçilər yazdı ki, ay ördəyin vaxtı qışdadır, onları qışda satırıq. Yəni balası da bəlkə sizdə 4 manat, 5 manatsa bizdə 1 manatdır. O yəqin o səsli ördəkləri nəzərdə tutubdur və mən balasından söhbət eləmişəm. Yəni orada mən toyuqla lal ördəyi eləmişəm də. Yəni belə deyək, lal ördək 20 dənə belə deyim, lal ördək saxlamaq sərf eləyir, yoxsa 20 dənə toyuq. Təbii ki, 20 dənə lal ördək, ondan daha çox pul götürmək olur. Bu 20 dənə lal ördək belə deyim də, ildə 2 dəfə, 3 dəfə, hətta elə olur, məndə elə ördəklər var ki, 4 dəfə, yəni yaxşı yemini zadı versiniz. Bunlar fevraldan başlayır yumurtlamağa, yatır, bala çıxardı, sonra təzədən balanı götürüb satsız eləyirsiniz, ya saxlayırsınız da özünüz üçün yekəltməyə. Yemini yaxşı verirsiniz, yəni o xüsusi o toyuğu yumurtadan yemlər 15 gündən sonra yenə başlayır, belə deyim, yumurta verməyə və yatmağa. Yəni məndə bax gördüyünüz o boz ördəklərin bir neçəsi 4 dəfə yatıblar bu il. Yəni belə olur.
Və ondan da siz belə deyim də 20 dənə saxlayırsınızsa, bunları 15, 17, 21 hətta bala verəni var. Düzdür, indi az verən də olur. Yəni 9, 11, 13 dənə yumurta yatır. Özü də bu ördəklər çox yaxşı ördəkdir, laxa vermir. Siz əgər 20 dənə saxlayırsınızsa bundan, onu da qeyd edim ki, siz bunları bölməlisiniz. Setqallar salması 5-5. Yəni elə bil ki, bir erkəyə 5 fərə verirsiniz. Çünki bu və ayrı-ayrı salsınız. Çünki bir yerdə bunlar olanda başlayırlar erkəklər tütləşəndə o onu döyür, bu bunu döyür, qoymur tütləşmək və yumurtalar da təbii ki, belə deyim də, şey ola bilər, necə deyim, laxa gedə bilər, yəni toxumsuz ola bilər. Ona görə 5 dənə yer hazırlayırsınız və bir erkəyə də 4-5 fərədi salsınız yanına, yaxşı da toxumluq düşəcəkdir. Hə, yəni bir ördəkdən belə deyək də 14-15 bala götürmək orta sıralamanı deyirəm. Və əgər 20 dənə də saxlayırsınızsa, elə bir yatımda bunlardan siz belə deyim 10 dənədən 300 dənə bala götürəcəksiniz 20 dənədən. Bu da təbii ki, bir dəfə yatmır. 4 dəfə də hesablamayaq, azı götürək də 2 dəfə rahat yatsa 600 dənə bala götürəcəksiniz. Bunu təbii ki, böyüdüb, bunlar özü otluğu varsa otluğa, gölə zada buraxıb böyüdüb böyük qiymətə də sata bilərsiniz. Yox, belə deyim, az qiymətə də sata bilər. Az deyəndə, yəni 4 manatdan başlayır. Yəni 4 manatdan ucuz olmur. Bunun yeni çıxmışı. Misal üçün sizdə də isə 600 dənədirsə, bu deməli eləyəcəkdir 2400 zat belə pul. Və əzizlərcə bunların da bu 20-25, yəni 20 dənə ana, 4-5 dənə də erkək saxlasanız, bunların da yemi, yəni il ərzində yemi lap tutsun, belə deyək də 1000 manat. Və siz bunlardan ildə 1400 götürəcəksiniz. Yəni toyuq 20 dənə toyuq saxlasaz, siz o pulu götürmürsünüz axı 300-400 ola ya olmaya. Hə. Ancaq bullal ördəkdən götürmək olar. Ancaq mən burada toyuqla bunları bir eləmirəm, hündüşkan eləm. Hündüşkadan təbii ki, lal ördəkdən çox pul götürmək olar. Bəli, əzizlərcə, lal ördəkdən toyuğa baxanda yaxşı götürmək olar, ancaq hündüşkaya baxanda yox. Və belə deyim də, lal ördəyi də o böyütsəz, siz əgər otluq varsa, göl varsa böyüdüb, daha da böyük qiymətə satmaq olar. Onda da 2000-2500 zat və ki, biraz da ondan çox pul götürmək olar. Yəni lal ördəkdən. Mən lal ördəklər haqqında ətraflı bundan öncəki videomda, yəni toyuq saxlamaq sərfəli olsa lal, orada da məlumat vermişəm. Girib orada da ona baxa bilərsiniz. Yəni belə əzizləyicilər, lal ördək də elə çox yemir, dərmana zada ehtiyac yoxdur. Yəni toyuqdan birəcə çox yeyir. Yəni toyuğa 200 gün ərzində 200 qram yem verirsinizsə, buna isə biraz 250 biraz ondan çox yem verirsiniz. Yəni təbii ki, bunları da nə versəz yeyirlər. Otu da çox sevirlər. Bunlar çöl ördəyi olduğundan otu çox sevirlər. Və nəyə gətirmək istəyirəm? Yəni bunların əgər 2 dəfə, hələ mən 2 dəfə deyirəm, bala versə və o balaları 4 manatdan satsa, çünki hələ mən 4 manat deyirəm, bir çox yerlərdə 5 manat, 6 manat yeni çıxmışı. Təbii ki, bunların tüt rəngi bundan bahadır, 10-12 manatdır. Söhbət adilərindən gedir. O ağdan, başı qara, başı ağ olanlardan gedir. Sortlardan getmir, 4 manatdır. Hətta yəni onlardan belə siz kifayət qədər pul götürə bilərsiniz. Yəni toyuqdan çox bunlar ördəkdən pul götürə bilərsiniz. Yəni səhər buraxacaqsınız gölə, axşamdan gələndə bir damcı yem tökdünüz, özləri ot zat yeyib tox olacaq. Bunlar çox yaxşı anadır. Yəni ildə 2 dəfələ götürəndə 2000-2500 pul götürmək olur. Yəni 2 dəfə bala götürəndə. Hətta bunları mən bayaq deyim, 3 dəfə, 4 dəfə verən dəfə. 3 dəfə də olur, ancaq 4 dəfə yaxşı baxanda olur. Yəni bax bunlardan belə bala götürmək olar və pul.
Ancaq hündüşka bundan çox qazanc verir. Ancaq ciddi yanaşasan, şəraitin ola, inkubatorun ola və Kanada bronza hündüşkaları saxlayasan, istiliyin ola, balalar çıxanda ondan çox pul götürmək olar. Bax belə əzizlərcə, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. İnşallah gələn videolarımda toyuq saxlamaq sərfəlidir, yoxsa hündüşka saxlamaq o haqda. Ondan sonra səsli ördək saxlamaq və yaxud lal ördək saxlamaq haqda da məlumat verəcəyəm. Gələn videolarımda inşallah gözəl məlumatlar olacaq. Sağ olun, salamat qalın, abunə olun və like qoyun. Sağ olun əziz izləyicilər.